Və ən maraqlısı odur ki, həmin o qola qədər Ayxan Abbasov öz futbolçularına, hətta hesabda irəli olmasına rəğmən deyirdi ki, tez çıxın, vaxt aparmayın. Yəni, bu Ayxan Abbasovun duruşu, yanaşması və tələsdirdi öz oyuncuların yeri gəlmiş qapılarında qol da gördülər. O Saşa İliçin reaksiyası, nəyə əsəbləşirsən, kimə əsəbləşirsən, bir şey ki, rəqib komandanın baş məşqçisi öz futbolçusuna deyir ki, tez çıx da, yəni yubatma. Əksinə mənə elə gəlir ki, elə ən azı bax, həmin epizoda görə Saşa İliç gedib Ayxan Abbasovun əlini sıxmalı deməlidir ki, təşəkkür edirəm ki, yəni vaxt uzatmırsınız. Hərçənd indi Saşa İliçin böyüklüyü də ondadır ki, bir üzrxahlıq deyilib, özündə o gücü tapıb və Saşa İliç bir şey başa düşməlidir ki, o Azərbaycanda bax bu çalışan məşqçilər arasında bəlkə ad olaraq ən üstünlərdən biridir. Yəni Qalatasarayda oynayıb, kifayət yaxşı futbolçu olub, ad olaraq nüfuzu var. Və tək ad olaraq yox, davranış olaraq da, çünki hər nə qədər Avropada müxtəlif biz nümunələr göstərsək də məşqçilərin o reaksiyaları, çılğınlıqları, davadalaşları, bizim öz milli mənəvi dəyərlərimiz var və bunu dəfələrlə cənab prezident danışıb ki, biz bunlardan geri çəkilməli deyilik də, hər işdə, hər məsələdə biz bunu qorumalıyıq. Hə, futbol emosional oyundur, futbolda həmişə emosionallıq var, həmişə çılğıncasına davranacaqsan, bütün bunları bilirik. Amma nə də olmasa rəqibə qarşı bir hörmət anlayışı var da, fair play dediyimiz bir məsələ. Hə, öz futbolçuna qarşı ola bilər, əsəbləşərsən, eləyərsən, amma bir rəqib komandaya qarşı o sayğını göstərmək, bu da bir məşqçilik bacarığıdır məncə.